Salam əziz IT sahəsinin qiymətli developerləri və kanalıma abunə dəyərli istifadəçilərim. İlk öncə bildirim ki, sizi tədris kanalımda görməyimə şadam. Sizlərlə bu bir neçə dəqiqə ərzində mən Angular Warrior olacaq. Ümid edirəm ki, bu dəqiqələr sizin üçün çox faydalı keçəcəkdir. Gəlin çox da vaxt itirmədən dərsimizə başlayaq. Əziz developerlər, bugünkü dərsimizin mövzusu komponenti nədir, niyə görə lazımdır sualı ilə başlayır. Bu suala cavab tapmaq üçün, əgər xatırlayırsınızsa, bir öncəki dərsdə qeyd etdiyimiz proyekt yaradılarkən Bootstrap Application Promise funksiyası və parametri olan App Component klassının analizi ilə aydınlıq gətirək. Əsas CSS qovlumuzun tərkibində yerləşən main.ts faylını yenidən açırıq. Gördüyümüz kimi burada Bootstrap Application Promise funksiyası və onun yaranan errorları qarşılaması üçün catch metodunu açıq-aydın görə bilirik. Gördüyümüz kimi Bootstrap Application funksiyasının iki parametri mövcuddur. O, App Component, hansı ki, bütün proyektdə özündə saxlaya biləcək komponent olacaqdır və ümumiyyətlə bütün bizim proyektimizə cavabdeh olan App Config obyektidir. App Config isə bizim App qovluğunun tərkibində yerləşən App Config TS faylındadır. Bu barədə biz gələcək mövzularımızda geniş danışacağıq. Hələlik isə bu App Config-in hansı bir obyekti təşkil etməsini görməyimiz kifayətdir. Dediyimiz kimi, main.ts faylı bizim əsas app komponentimizdən başlayır. Hansı ki, bunda bütün proyektin komponentləri və idarə etməsi yerləşəcəkdir. Gəlin görək app komponent ümumiyyətlə harda yerləşir. Bu bizim CSS qovlumuzun tərkibində yerləşən app qovluğunun içərisində app component TS faylının tərkibindədir. Gəlin bunu açaq. Gördüyümüz kimi, App Component klassımız komponent dekoratoru ilə mənimsədilmişdir. Komponent dekoratoru gördüyümüz kimi, obyekt şəklində bir neçə şeylərdən ibarətdir. Bu, Selector, Import, Template URL və Style URL-dır. Bunun digər şeyləri də vardır. Hal-hazırda biz gördüyümüz şeylər barəsində danışaq. İlk olaraq gözümüzə dəyan obyektin selektorudur. Selector komponentdə nə işə yarayır? Gördüyümüz kimi burada komponentin app_root deyilən bir value'su mənimsədilmişdir. Bunu görmək üçün gəlin biz əsas faylımız olan və yeganə faylımız olan index.html faylını açaq. Əziz developerlər, gördüyünüz kimi burada bizə tanış olmayan taglar arasında yalnız app_root tagidir. Gördüyümüz kimi app_root bizim app komponentdə yerləşən selektorumuzdur. Bu o deməkdir ki, app_root burada müəyyən bir tagi simvolizə etmiş oldu. Bəs import şeyi nədir? Import əsasən bizim komponentdə istifadə edəcəyimiz modullar, iç-içə olan komponentlər və digər bunlar olacaqdır. Template URL və Style URL. Əziz developerlər, gördüyümüz kimi bunlar özündə müəyyən bir pəsi xatırladır. Nöqtə və düz slash onu bildirir ki, bu mövcud qovluq içərisindədir. Yəni, app komponentimizin yerləşdiyi mövcud qovluğu bildirir. Və app component HTML və app component CSS faylı gördüyümüz kimi ardıcıl olaraq burada və HTML faylımız gördüyümüz kimi burada yerləşir. Əziz developerlər, əgər sizdə HTML kod və 3 sətirlik kodlardan ibarət olarsa, template URL-ın istifadə edilməsinə ehtiyac qalmayacaqdır. Bunun digər üslubu da mövcuddur. Bu zaman template qeyd edirik. Template'i qeyd etdikdən sonra burada biz dırnaq arasında həmin bilgilərimizi yazacağıq. H1 test H1. Bu zaman template URL-ın işlənilməsinə ehtiyac qalmayacaqdır. Eyni şeydə biz style URL barəsində qeyd edə bilərik. Bu zaman styles qeyd olunur və bunun içərisində dediyimiz CSS strukturu burada yığılacaqdır. Eyni zamanda da style URL-a ehtiyac qalmayacaqdır. Və gördüyümüz kimi bu zaman bu formada da bizim kodumuz işləyəcəkdir. Lakin bu məsləhət biləcəyim yazılım forması deyildir. Bu bizim komponentimizin strukturunu və oxunaqlılığını çətinləşdirir və gələcəkdəki ola biləcək xətaların tapılmasında bizə müəyyən bir əngəllər formalaşdıracaqdır.